Salam əziz dostlar, xoş gördük sizləri. Magen David Azərbaycanın təşkilatçılığı ilə Monitoring TV-də mən Zeynəbin təqdimatında milli dəyərlər verilişindən hamınızı salamlayıram. Bugünkü verilişimizin mövzusu Azərbaycan incəsənəti və Azərbaycan incəsənətinin ən mühüm və mən deyərdim, ən çətin qollarından biri olan teatr sənətidir. Və təbii ki, bu teatr sənətini yaşadan, davam etdirən və gələcək nəsillərə sağlam bir şəkildə ötürmək istəyən sənət adamlarından biri və mən deyərdim ki, ən önəmlilərindən biridir. Bizim gözəl aktrisamız, Respublikanın xalq artisti, yaratdığı bütün rolları ilə tamaşaçıların sevgisini, hörmətini qazanan və ən önəmlisi vətənpərvər bir xanım, Mələkə xanım Əsədovadır. Mələkə xanım, xoş gəlmişsiniz verilişimizə. Xoş günlərimiz olsun. Mən də bütün izləyicilərimizi salamlayıram. Xoş günümüz olsun. Mələkə xanım, sizə bir çox suallar hazırlamışam, amma ən önəmlisi, mən nəyə görə qeyd etdim ki, vətənpərvər bir xanım? Çünki mən bilirəm ki, siz Yeni Azərbaycan Partiyasının sədrisiniz Akademik Teatrda, bəli, Akademik Milli Dram Teatrında. Biraz sizin bu fəaliyyətiniz barədə mən istəyirdim danışasınız. Öncə belə başlayaq. Bunu hər bir kəs bilir ki, Mələkə Əsədova deyəndə hər zaman gözlər önünə vətən şeirləri, qəhrəman qadın obrazları, vətənə bağlılıq. Mənim fikrimcə, hər bir insan, vətəndaş ilk növbədə öz torpağını, vətənini sevməlidir. Vətənini, torpağını sevən öz anasına, atasına, ailəsinə hörməti də olacaq mütləq. Ona görə də mənim vətənə bağlılığım mənim o qanımdan, anamdan, atamdan doğaraqdan var. Elə mən 1989-cu ildən səhnəyə gəlmişəm. Sənətə gəldiyim ilk andan da Azərbaycanın bilirsiniz, o anlarda ən böhranlı anları idi mənim gəliş devrimdə. Amma tamaşamla oynadığım İlkiyat qızı tamaşası ilə tamaşaçı qəlbinə yol tapmışdım. Tamaşaçılar çox sevirdi. Amma o anlarda elə bir vaxta gəlmişəm ki, yenə də deyirəm, Azərbaycanın üzərini qara kölgə almışdı. Yəni qara buludlar almışdı. Amma mən o anda da deyirdim ki, bax, həmən aktrisayam, yəni ki, o anda 89-cu ildə, 90-cı ildə bu sözləri hər bir adam demirdi. Mən o anda həmən zərif xanım, bir aktrisa, bir insan, bir vətəndaş idim. Söyləyirdim ki, Azərbaycanı xilas eləsə Heydər Əliyev xilas eləyəcək. Hətta o vaxtı Xalq Cəbhəsinin devri idi. Yazırdılar Xalq Cəbhəsinə üz. Mən neynədilər? Sənətə təzə gəlmişdim, təzə şöhrət tapırdım. Məni neynədilər dedim, yox, mən olmayacağam. Mən bilirəm ki, bu buludu Azərbaycan üzərindən çəksə, Ulu öndərimiz çəkəcək. Çünki bu sevgi də, bu hiss də mənim uşaqlıqdan görürdüm ki, atam proqramlara baxırdı, torpaq haqqında o qədər mən ailə ilə bağlıydıq ki, yəni vətənimizə, torpağımıza. Onun üçün hiss eləyirdim ki, ancaq bizi xilas eləsə, xilaskarımız, ulu öndərimiz olacaq. Elə mən həmişə qeyd eləyirəm bu sözü də ki, elə bir günən ki, bu qara buludun içərisindən ulu öndərimizin Azərbaycana qayıdışı günəş kimi parladı Azərbaycan xalqının üzərinə. Qədrini bilmədiyim dost, üzünə bir dəfə gülmədiyim dost, bizi ayrı saldı vəfasız zaman. Boyadım son dəfə dodaqlarından. Bilirsiniz ki, mayın 10-u da Ulu Öndərimizin doğum günüdür. Allahımızın Azərbaycan xalqına ən böyük hədiyyəsi Ulu Öndərimizin dünyaya gəlişidir ki, gəlişi ilə də Azərbaycan xalqımızı qandan xilas elədi. Hətta vətəndaş müharibəsindən xilas elədi. İnanın, bu bir həqiqətdir ki, Ulu Öndərimiz Azərbaycana o zaman gəlməsəydi, Azərbaycanda vətəndaş müharibəsi də olacaqdı. Çünki mən o illərin bir şahidi kimi biz Sabirabada qastrole gedirdik.
gedirdi. Yarı yolu qayıtmışdıq. Yəni az qalmışdı qardaş qırğını gedə. Yəni onun üçün də biz ömrümüzün sonuna qədər ulu öndərimizin ruhuna duaçı olmalıyıq və bu günlərdə bu xoş günləri bizə qismət eləyən ulu öndərimizin yadigarı, ulu öndərimizin qanını daşıyan, tərbiyəsini görən, məktəbini görən İlham Əliyev bizim prezidentimiz 44 günlük çox bir az vaxtda 30 illik həsrətə son qoydu. Bu da bilirsiniz 15-ci, 16-cı əsrdə xətayı etmişdi. O da çox az bir hissəni qaytarmışdı. Yəni bizim prezidentimiz tarixə imza atdı. Qoy mən həmişə bunu qeyd edirəm verilişlərdə danışanda, qoy gənclərimiz bilsin ki, çox çətin, çox məsuliyyətli, yəni əsrlərlə olmayan bir işi gördü, böyük bir iş gördü. Yəni bizim prezidentimiz tariximizə imza atdı bu hərəkətlə. Çox az bir zamanda 44 gün ərzində yəni bizim torpaqlarımız böyük bir iş gördü, böyük bir qələbə qazandıq. Yəni 30 illik, yəni insanlar demək olar ki, əllərini üzmüşlər az qala. Yəni bizim prezidentimiz təbii ki, əgər ulu öndərin qanını daşıyırsa, ulu öndərin siyasətinin davamçısıydısa, mən elə o zamandan inanırdım ki, bizim torpaqlarımızı qaytarsa prezidentimiz İlham Əliyev qaytaracaq. Sadəcə əvvəl istəyirdi qan tökülmədən qayıtsın. Yenə də 44 gün bu bir möcüzədir. Bu bir tarixə yazılmış bir zamandır. Allah prezidentimizi qorusun. Allah ulu öndərimizin yəni ruhunu şad edir. Mənim hər zaman bilirsiniz şeirlərimdə də var. Mən o qədər hələ ulu öndər o zamanda elə tədbirlərdə bilirsiniz. Mən hər zaman dövlət tədbirlərində şeirlər söyləyirdim. Söyləyirdi. Necə eləyirsən bu şeirlər alınır? Mən deyirdim, mənim söylədiyim şeirlərin doğru düzgün ünvanı var. O ünvan ulu öndər Heydər Əliyev idi. Bu günlərdə əgər mən Azərbaycan haqqında nə vaxtsa şeir söyləsəm, ulu öndəri mütləq anacam. Çünki mənim üçün və bütün Azərbaycan xalqı üçün Azərbaycan Heydər Əliyevdir. Heydər Əliyev də Azərbaycandır. Bəli, çox gözəl. Çox doğru vurğuladınız Mələkə xanım. Azərbaycan 44 günlük müharibədə sadəcə Azərbaycanda deyil, dünya hərb tarixinə qızıl bir salnamə yazdı. Yəni bunu doğru deyirsiniz, bizim möhtərəm prezidentimizin çox müdrik bir siyasəti nəticəsində oldu. Əlbəttə ki, biz də bu vətənin bir vətəndaşları kimi bunları qeyd etməliyik, daha doğrusu işıqlandırmalıyıq. Hər kəs öz sahəsində. Çox gözəl. Bütün xalqımız prezidentimizə inandı və onun arxasınca onun sözü, bəli, xalqımızın sevgisi prezidentimizə və inamı təbii ki. Ona görə də mən Azərbaycancı vətəndaşı olmağımdan çox fəxr duyuram və deyirəm, nə yaxşı ki, mən bu torpağın vətəndaşıyım və mənim prezidentim İlham Əliyevdir. Çox gözəl. Məlikə xanım, siz səhnəyə gəldiyiniz bir gündən çox böyük bir rollar oynadınız. İlk gəldiyiniz gündən sanki bir səhnə işığı oldu və səhnə sizi tutdu. Sizi mən hər gördükdə nədənsə ilk gözümün önünə gələn Gültəkin obrazı olur. Gültəkinlə gəldiniz. Gültəkin mənim həyatıma ümumiyyətcə uğur gətirib. Uğur gətirdi, bəli. Gültəkinlə sizin ümumiyyətlə daxili dünyanızda bir oxşarlıq varmı? Orada ümumiyyətlə, üzr istəyirəm, siz oynadığınız rollarda özünüzü görürsünüzmü? Yox, ümumiyyətcə bilirsiniz, bu incəsənət sahəsində teatr sahəsi bayaq çox doğru düzgün vurğuladınız onu ki, ən çətin sənət bu dünya üzərində belədir, teatr sənəti. Canlı sənətdir. Nəyə qadirsən 3 saat ərzində göstər. Bu efir deyil, bu film deyil, dayansın. Teatrda oynamaq çox çətindir. İstedadı olan bir insan öz istedadını göstərə bilər. Stanislavskinin də 5 prinsipi var. O prinsipdən biri başqalaşma prinsipidir. Təbii ki, biz başqalaşıb o insanların taleyini tamaşaçılara çatdırırıq. Mən həmişə deyirəm ki, aktyorlar insan deyil, fenomen insanlardır. Çünki bir insan öz taleyini bu keşməkeşli həyatda sevinci var, kədəri var, çətinliyi var, güclə gedə bilir. Amma ömürdür, bu təbii bir hissdir. Amma biz aktyorlar gör nə qədər insan taleyləri yaşayırıq. Amma
təbii ki, əgər mənim obrazlarım uğurlu alınırsa və tamaşaçılar hər zaman o obrazımdan illər keçsə də danışırsa və sevə-sevə anşlaq olursa tamaşalarım, gəlib tamaşaçılar sevə-sevə tamaşalarıma baxırsa, bu deməkdir ki, mən obrazın xarakterini doğru düzgün tamaşaçılara çatdırıram və oynadığım obrazların əgər oynayıramsa, hər birində mən özümü mütləq tapmalıyam, mütləq. Orada mələkə, yəni ki, oradan özümə bir parça olur mütləq, o hissdən, yəni ki, özümü o obrazın içində mütləq görürəm. Çünki oynadığım obrazlar qadın obrazlarıdır və deyim, qəhrəman xanım obrazlarıdır çoxsu. Gültəkin... Siz Kleopatranı oynamışsınız. Kleopatranı, bax, oynamışam 2006-2005-ci illər, 2007-ci illər. Bugün də soruşurlar ki, Misir gecələri nə vaxt olacaq? Mən Züleyxanı oynamışam. Yusif və Züleyxada Azərbaycan səhnəsində ilk oynayan aktrisayam. Gültəkini oynayanda ilk 2 dəfə oynamışam. İlk oynadığımda 89-cu ildə klassik sənətkarımız Barat Şekinskaya o vaxt gəlib baxmışdı. Barat xanım özü də oynamışdı Gültəkini. Demişdi ki, Cabbarlının əsl Gültəkini Məleykə Əsədovadır. Səhnəyə doğru düzgün təbii aktrisa gəlir. Və uğur qazandı o Gültəkini teatrşünaslar, tənqidçilər tərəfindən. 10 ildən sonra qismət oldu. Akademik Milli Dram Teatrın səhnəsində oynadım. Ulu öndərimiz də gəlib baxmışdı. Prezidentimiz İlham Əliyev də, Mehriban xanım da baxmışdı tamaşaya. Mən o tamaşadan həmən sonra xalq artisti adına layiq görüldüm. Ulu öndər çox gözəl fikirlər söylədi mənim obrazım haqqında. Dedi, o zamanlar Fatma Qədiri də oynayıb, misal üçün Barat xanım Şekinskaya da. Yəni, sən o illərin davamçısı, o illərin, o aktrisaların davamçısı kimi. Mənim üçün həyatda ən böyük mükafat, yəni tamaşaçı sevgisi və ən əsas da Ulu öndərimin, yəni bilirsiniz, Ulu öndərin bütün sahələrin bilicisi olduğu kimi incəsənət sahəsində teatrşünasdan çox bilirdi, çox bilirdi. Elə təhlil edirdi ki, yəni mənim üçün ən böyük yəni mükafat idi ki, Ulu öndərin yəni dilindən mənim sənətim haqqında müsbət fikirlər söyləməsi, söylədiyim şeirlər haqqında, obrazlarım haqqında müsbət fikirlər söyləməsi. Təbii ki, Gültəkin uşaqlıqdan çox sevirdim bu obrazı. Səhnəyə də gələndə oynadım. Aydın tamaşasında 2 dəfə qismət oldu məni oynamaq və tamaşaçılar tərəfindən sevildim. Çox sevildi. Və bilirsiniz ki, Gültəkin Cəfər Cabbarlı mükafatına da layiq görülmüşəm mən. Çox gözəl, çox gözəl. Və sonra sizin yaddaşlarda iz buraxan, müəyyən bir vaxt ərzində dillərdən düşməyən bir obrazınız oldu, Yad qızı tamaşasından. Yad qızında Jaləni oynadım. Bəli. İlk gəlişim Orxan Kəmalın Yad qızında Jalə obrazı Bəli, oldu. bəli. O da çox səs saldı. Yəni o da çox yaddaşlarda həkk olunmuş bir obraz oldu. Bəli. O səhnəyə gələndə elə mən Gültəkini məşq eləyəndə Lütfü Məmmədbəyev mən deyirəm həmişə ki, məni səhnəyə sənətə Lütfü müəllim gətirib. Demək olar ki, tək məni yox, nə qədər xalq artistlərimiz varsa, hətta dünyasını dəyişənlər, onlar da səhnəyə Lütfü müəllimin teletamaşaları ilə, televiziya filmləri ilə tanınıb, sevilib. O xoşbəxtçilikdən mənə də qismət olub. Lütfü müəllimin çəkdiyi Yad qızı tamaşada məndən böyük idi Jalə obrazı əslində. Mən Jalə obrazını oynadım və tamaşaçılar səhəri günü işə ayaqla getdim. Görüm tamaşaçılar məni, o vaxt bilirsiniz, sosial bu şəbəkə yox idi. Yəni onun üçün ayaqla getdim, görüm hamı deyir, Jalə gedir, Jalə gedir. Jalədir bu. Ham gördüm ki, çox sevdi obrazımı. Ondan sonra həmən Kimdir Haqlı tamaşasında Bəxtiyar Vahabzadənin Arzu obrazı və ilk Azərbaycanda teleserial Əlibala Hacızadənin İtkin gəlində əfsanə. Əfsanəni oynayanda hamı deyir, Yad qızını, Jalə əfsanəni oynayır. Sonra bütün evlərə əfsanə qonaq gəldi. Bugün də nə qədər insanlar var, xanımlar var ki, əfsanələr sanki öz ağuşuna
aldı. Əfsanə, çünki hər evdə hər kəs öz arasında əfsanəni danışdı o vaxt. Yadınızda. Bəli, indi evli ailələr var ki, bir uşaq qızının adı əfsanə, birinin adı Məlikə, birinin adı əfsanə, birinin adı Elməddin. Nə qədər bu sevgi, o teleteatrın musiqisi hələ o sevgidir ki, obrazdır ki, obraza olan sevgidir. Əlibala müəllimin bilirsiniz o vaxtlar İtkin Gəlin əsəri Ayrılığın Sonu Yoxmuş kitabı 3 cildi, 3 hissəli kitab idi. Bütün evlərdə var idi. Doğrudur. O zaman Lütfün müəllim demək olar ki, onu öz pulu sayəsində çəkdi. Ev aparatı ilə. Kaş ki, indiki kimi texnika olaydı, o çəkiləydi o vaxtlar. Amma o çətin şəraitlərdə də dediyiniz kimi o qədər gözəl tamaşalar hazırlandı ki, hələ də biz onları çox həsrətlə izləyirik. Yenə də hələ bizə maraqlı gəlir onlar. Bax, Məlikə xanım, mən söhbəti ona gətirmək istəyirəm. Teatrımızın ümumiyyətlə televiziya tamaşalarının keçmişi və indisi. O vaxt dedikdə sanki bizə elə gəlir ki, 100 il bundan öncə olan bir şeydir. Bunlar çünki niyə? O qədər yaddaşımızda gözəl həkk olunub xatirələr kimi qalıb ki. Mənim üçün elə gəlir ki, dünəndir. Həm dünən kimi, həm də elə bizə elə gəlir ki, onlar artıq klassikaya çevrilibdir. Sizə elə gəlmirmi? Onlar artıq klassikadır. Klassikada olsa mənim üçün elə gəlir ki, mən dönüb geri baxanda deyirəm, ay Allah, bir gündə nə qədər həm çəkilirdim, həm iki tamaşanın məşqi, teatrda, teatr çox çətin sənətdir. Oradan məşq eləyirdim, oradan çəkilmək, oradan dövlət televiziyası bir dənə idi. Qaçırdıq orada gecələr bayram tədbirləri, konsertləri çəkilirdi. Bu yandan dövlət tədbirləri olurdu. Çatdırırdıq, gün də uzun idi. Vaxtı necə bölə bilirdik, düşünürsən? Mən indi sosial şəbəkələr düzdür, təbii ki, internet devrinə gəlib 21-ci əsrdir. Düzdür, indi bu gəlməlidir. Bunun da yaxşı yönləri var. Amma mənim üçün mən qəbul eləyə bilmirəm amma. O vaxt daha çox istilik var idi. O vaxt insanlarda. İndi amma gənclərimiz, yəni daha çox, misal üçün, sosial şəbəkətdə kim istəyir doğrusunu tam danışır, kim istəyir yalanını danışır, məlumatlar verir. Hamının da əlində telefon, hamı da baxır. Amma bununla bərabər sizə deyim ki, teatra yenə tamaşaçılar çox gəlir, anşlaq gedir tamaşalarım. Yenə də teatr incəsənətdə, yəni teatr sənəti daha ciddi sənət olduğuna görə, yəni həmişə anşlaq olur tamaşalarımız, gəlirlər, baxırlar. Çox gözəl. Təbii ki, sənətə baxış mövqeyini baxıram efirdə, misal üçün. Gənclər, nə bilim, mənim fikrimcə o vaxt daha üstün sayıram. Bəli. Məlikə xanım, siz də yəqin ki, mənimlə razı olarsınız ki, teatr ümumiyyətlə cəmiyyətin bəlli bir təbəqəsinə aid olan bir mədəniyyətin növüdür. Yəni, intellektual səviyyəsi yüksək insanlar, Teatr məktəbidir. İnsanlar daha çox teatra maraq göstərir. Belə də cəmiyyətin o daha yüksək təbəqəsi, biz aristokratiya deyirik. Onlar ziyalı təbəqə. Yəni əvvəldən də bu belə olubdu, bilirsiniz. Bu əvvəldən də belə olub, amma teatr məktəbidir, teatr səviyyədir, teatr öyrənmək yeridir. Yəni o mənada bu günlərdə gəlir gənclərimiz. Vallah gəlirlər, baxırlar. Bir gələn, mən həmişə deyirəm ki, mənim tamaşama gəlib baxanlar deyirəm, bütün tamaşalara baxın. Teatrdan öyrənirlər, dərsdir, məktəbdir. Ona görə də canlı gəlib baxır. Gənclərimiz də gəlir. Sizə deyim, bir gələn, hətta o qədər gənclər var ki, bir tamaşa, misal üçün bu dəqiqə hal-hazırda mən bilirsiniz 2022-ci il Şuşa ili idi, Xurşudbanu ili idi, Natəvan ili idi. Prezidentin sərəncamı ilə Xurşudbanu ili və Şuşa ili keçirildi və Mədəniyyət Nazirliyi tərəfindən sərəncamı ilə Akademik Milli Dram Teatrı Xurşudbanu Natəvan tamaşası hazırladı. Azərpaşa Nemətov hazırladı tamaşanı və tamaşa çox uğurlu alındı. Natəvanı, Xurşudbanu Natəvanı mən oynayıram. Yəni 22-ci ildən bu günə qədər 25-ci ildə oynayıram. Tamaşaçılar sevə-sevə gəlib baxır, dəfələrlə baxır və deyirlər Natəvanı sevdirdin bizə. Yəni bunu sizin veriliş vasitəsilə də deyim. Yenə də mayın 30-unda da olacaq. Mayın 30-u, 31-i də tamaşam var. Gəlib baxarlar. Festivallarda oluruq. Misal üçün bu yaxınlarda Natəvanla Şəkiyə qastrole gedmişdik. Tamaşaçılar çox sevə-sevə gəlib baxdılar və anşlaq olur tamaşalarım. Çox gözəl, çox sevindirici bir haldır. Məlikə xanım, mən sizin Misir Gecələri tamaşanızda
olmuşam, izləmişəm o tamaşanı və mənim diqqətimi çəkən bir şey vardı o tamaşada. Sizin tamaşaçılarla ünsiyyətiniz, enerji ünsiyyətiniz. Mənə elə gəlir ki, bu aktrisa üçün çox önəmli bir şeydir. Siz hətta o tamaşada neçə illər keçib üzərindən, amma mənim yaddaşımda o qalıb, çünki mənə çox gözəl bir iz buraxmışdı məndə o tamaşa. Siz gözünüz bir nöqtədə, orada tamaşanın bəlli bir hissələrində, gözünüz bir nöqtədə danışırdınız. Siz sanki zalı görmürdünüz, insanları. Bax, Bəli, bunu çox gözəl hiss eləmişsiniz. Mən onu hiss etdim ki, siz orada ümumiyyətlə görmürsünüz və çox maraqlı bir orada enerji yaranmışdı. Tamaşaçı ilə, yəni şəxsən mənimlə, deyək ki, sizin aktrisa arasında. Bax, mən sizinlə bu barədə danışmaq istəyirəm. Ümumiyyətlə, sizin tamaşaçı ilə qurduğunuz o bağ necə davam eləyir? Çox gözəl sualdır. Çünki bu sualı hər kəs tamaşama gələn deyir ki, səhnəni ələ alırsan, zalı ələ. Amma mən hələ indiyənə qədər mən tamaşaçı görmürəm. Mən o insanın taleyində oluram. Çox adam var deyir, amma mən görmürəm. Mən oynadığım obrazın içində oluram. Bəlkə də baxıram indi kimsə görür. Elə mənim amma o deyirsiniz bir nöqtə. Mənim o dünyadayam mən. Misal üçün Kleopatranın taleyini oynayıram. İndi Natavanı oynayıram. Mən axı görsəm bugün sizin aranızdayam, mən ona inanmıram ki, oynaya bilər. Mən o anda deyiləm, mən başqa o əsrdə, o illərdəyəm. Mən tamaşaçı, misal üçün Maria Tudor oynamışam, Kraliçə Maria Tudor'u, Victor Hugo'nun zamanında onu Tevfik Hacıbov qanlı Kraliçə qoymuşdu adını. Mən o tamaşaçı görməyən tərəfini mən oxuyuram, təhlil edirəm. O əsəri mən oynayanda, o tamaşaçılar bilməyən tərəflərini, misal üçün Natavanı oynayıram, onun dərinliyinə varıram. Mən də yeni öyrənirəm o insanın bütün tamaşaçı görməyən tərəfini oynayıram və özümə, içimə həkk elətdirirəm ki, onu doğru düzgün tamaşaçılara çatdırım və tamaşaçılar çox sevir. Mənim üçün mən özümü xoşbəxt aktrisa sayıram ki, mən səhnəni varlığımla, yəni oyunu əgər Gültəkindir, Gültəkinlə Kleopatra, Züleyxa, Natavan doldururam ondan. Çıxışım enerji verir tamaşaçılara. Ən önəmli də budur, enerjidir. Məhz mənim indi verəcəyim sual da bununla bağlı idi. Siz ümumiyyətlə o obrazları yaratmağa başladıqda artıq sizə obraz verilibdir. Siz ona hazırlıq mərhələsi psixoloji olaraq necə keçirsiniz? Biz bir 3 ay, 5 ay, 6 ay bəzən görürsən də o insanın taleyini o qədər hər gün məşq elə. İndinin özündə də bir şeir hazırlayıramsa, mənə deyirlər ki, o qədər şeyləri necə əzbər yadda saxlayırsan? Mən heç nəyə əzbərləmirəm. Mən heç bir vaxt heç nə əzbərləmirəm. Mən şeiri də oxuyanda, mənim evimdə yatağımın yanında şeir kitabı var. Mən onu bəlkə bir il oxuyuram. Bəlkə bir ildən sonra hansısa bir şeirdə özümü tapıram. Onu da özümü hiss eləyə-eləyə o şey mənim beynimə həkk olunur. Oynadığım obrazı da o qədər məşqlər, hər gün məşq, evə də gedirəm, o obraz haqqında fikirləşirəm, onun ikinci planını fikirləşirəm. Onu o qədər özümə həkk elətdirirəm ki, o mənim beynimə həkk olunur. Yəni ki, o insanın, ona görə də onu çox təbii surətdə özümü o obrazın içinə salıram. Bu da insan kimi də mənə çətindir təbii ki, həyatda. Çünki o qədər qəhrəman obrazları, o qədər müsbət obrazlar, real həyata düşəndə biraz bir şeyi görməyəndə, olmayanda insan çətin olur ki, illərdir, 36 ildir Azərbaycan səhnəsindəyəm, müxtəlif insan taleləri ilə. Ona görə də real həyatda biraz insan kimi özünə təsiri olur. Məlikə xanım, ümumiyyətlə sənətkardan soruşanda ki, ən çox sevdiyin rolun hansıdır və ya ən çox sevdiyin mahnı hansıdır bəstəkardan soruşanda, deyir ki, bu sanki insanın evladları kimi bir şeydir. Doğru. Yəni hamısını sevirsən, çünki hamısına ruhunun bir parçasını qoyursan, enerjini sərf edir, həyatının bir parçasını qoyursan. Yenə də mən soruşmaq istəyirəm, Məlikə xanım ən çox bu obrazların içində kimdir? Məni Gültəkin, ümumiyyətcə mən uşaqlıqdan Gültəkini çox sevmişdim.
çox qəribədir ki, uşaq vaxtı mən arzulayırdım ki, nə vaxtsa özüm üçün təsəvvür edirdim Gültəkini məşq eləyirəm. İlk səhnəyə gələndə mən Gənclər Teatrında Həsən Əbluç hazırlayıb. Bəlkə də bugün mən şeirləri doğru düzgün söyləməkdə. Birinci Gültəkində Həsən Əbluç hazırlamışdı, söz ustadı. İkinci Gültəkinimi də Aydını hazırlayanda Mikail Mirzə hazırlamışdı. Biz söz işləyirdik. Onun üçün mən bilirəm ki, bu sözlü necə demək lazımdır, necə tələffüz eləmək lazımdır səhnədə. Bu məktəb idi mənə. İki Gültəkin, ikisi də mənim üçün məktəb olub. Ümumiyyətcə, hər bir obraz bir məktəbdir. Gültəkini gəldim ilk teatra girəndə, Həsən Əbluç da teatrdan çıxırdı. Məni görəndə dedi, Aydın oxumsan? Dedim, bəli, oxumuşam, çaşdım da. Dedik, bir dəfə də oxu. Mən o gün, 2-3 gün çəkdi bu vaxt. Dedim, ay Allah, görəsən mən, dedilər, teatrda dedilər, Aydını qoymaq istəyir Həsən Əbluç. Fikirləşdim, görəsən mənə Susannanı verəcək, Gültəkini verəcək. Axı, mən tanımır, məni bir aktrisa kimi hələ görməyib. Sonra təbii ki, danışdırdı məni, danışığımız oldu, danışıq diksiyama filan yəqin ki, fikir verib. Sonra gələndə gördüm Gültəkini yazıb, sonra bildim ki, mənim üzümdə olan səmimiyyətə görə və təbii ki, alınmasaymış, dublyor verəcəkmiş. Dublyorsuz ilk Gültəkinim də dublyorsuz oldu və böyük sənətkarlarımız mənim haqqımda, Barat xanım Şəkinskaya özü oynayıb o Gültəkini. Mənim haqqımda müsbət fikirlər söylədi və ikinci Gültəkinimi də oynayanda da yenə dublyorsuz oynadım. Prezidentim Ulu Öndər, böyük teatrşünasların teatrşünası, sənətim haqqında çox böyük fikirlər söylədi və xalq artisti adına layiq görüldüm. Gültəkin mənə ümumiyyətcə uğur gətirib. Gültəkini çox sevirəm. Obrazlarımın təbii ki, hamısını sevirəm. Onlar məni Məlikə Əsədova kimi bu günləri məni tamaşaçılara sevdirən mənim obrazlarımdır. Mən bu günləri həyat izimdə addım atmağıma kömək eləyən mənim obrazlarımdır. Təbii ki, çətin də olsa, çox məsuliyyətli obrazlarda həyatıma da təsirləsə, yəni ki, məni Məlikə Əsədova edən mənim obrazlarımdır. Hər bir obrazımı sevirəm, bugün Natəvanımı da çox-çox sevirəm. Çox gözəl. Məlikə xanım, bax, əvvəllər çox gözəl ssenarilər yazılırdı, dram əsərləri yazılırdı, bilirsiniz. Amma son zamanlar sanki yaranmır. Bəlkə mənə elə gəlir. Yəni, bizim gördüyümüz, sizin kimi sənətkarların oynadığı əsərlər yenidən səhnələşdirilir, deyək ki. Amma insanların yaddaşında iz buraxan yeni senarilər sanki yoxdur və ya dram əsərləri. Var, az-azdır, var amma. Əvvəlki qədər deyil. Əvvəlki, təbii ki, sanki qızıl devrini yaşadı, keçdi kimi bizim teatrda, kino sənəti də. Bax, kino sənətində də eynidir. Elə deyilmi? Əlbəttə, keçmiş filmlərimiz Böyük Dayaq, Qaynana, Bəyin uğurlanması, son zamanları deyək, bəli. Çox gözəl. İstintaq filmi, çox filmlər var bizim. Çox doğru. Amma son zamanlar yaranmır elə əsərlər. Bilirsiniz, ona görə də ciddi yanaşmaq lazımdır filmlərə də. Ciddi, nə qədər ciddi yanaşsaq, niyə Akademik Milli Dram Teatrı bugün klassik əsərlərimizə yenə də müraciət edirik. Gör, nə qədər əsərlərimiz var. Müraciət olunur, qoyulur. Ona görə də ciddi yanaşmaq lazımdır seriallara da. Necə gəldi, ay çəkim seriya getsin, olmaz. Mənə də təkliflər gəlir, təbii ki. Serial elədir ki, film elədir, tək Məlikə ilə mono tamaşa deyil bu. Bu kollektiv işdir. Burada senarist də mütləq əsas rejissor, dramaturq, işıq, operator, montajör. Elə oynayarsan, montajör səni elə onu montaj eləyər ki, heç o cür alınmaz. Tərəf müqabilə. Ona görə kim gəldi birinci çəkmək olmaz və bir də ki, kollektiv işdir. Bu tək bir iş deyil. Doğrudur, doğrudur. Siz, bayaq da biz o məsələyə toxunduq, teatr və kino sənəti. Siz əslində hər tərəfli bir aktrisasınız. Yəni, sizin o potensialınız var. Teatrda ümumiyyətcə... Niyə kinoya çox meyillənmədiniz? Bilirsiniz, mənim gəldiyim devir elə oldu ki, daha çox kinoların... Əminəm ki, çox təkliflər gəldi sizə. Əvvəl olub. İstəmirəm indi, çünki o filmlər məşhur olub, çəkilib. İstəmirəm, məndə bir xarakter var ki, əgər oynadımsa deyəcəm, oynamadımsa niyə çəkirəm ki, ay məni çəkirdilər, mən çəkilmədim, nədirsə.
belə bir şeylər olub. Əvvəllər olub. O da ki, kinonun elə devrinə gəldim, çıxdım ki, mən kinolar azalmışdı tamamilə və ümumiyyətlə uşaqlıqdan mən biraz dərin baxanam, kitab çox oxuyanam deyə və bilirəm ki, ümumiyyətlə bütün dünyada Oscar mükafatı alan filmlərdə oynayan aktyorlar da teatr aktyorlarıdır. Ümumiyyətlə teatrdan kinoya çəkilmək çox rahatdır. Amma kinoda oynayan, teatrda oynamaq biraz çətin olur. Teatr çünki canlı sənətdir. Ona görə də dünyada ümumiyyətlə bir aktrisanı əgər yoxlamaq istəyirsənsə, CV-sində görsən ki, 3 dənə klassik obraz oynayıbsa teatrda, bilirlər ki, o nəyə qadir aktrisadır. Mən də şükür Allah oynadığım rolların 9%, yəni 99% belə desək, elə klassik obrazlardır teatr sənətində. Onun üçün çox təbii ki, aktrisayam, kinonu da istəyərdim, amma öz sözünüzü teatrda dediniz, belə deyək. Teatr daha çətin sahədir. Doğrudur, çox çətin. Mən bir insan kimi də həmişə çətinliyə var anam. Yəqin ki, alın yazın belə yazılır. Yəqin ki. Mən hər zaman bunu əsl sənətkarlar üçün deyirəm. Yəni, siz sənəti seçmədiniz, sənət sizi seçdi. Çünki insan var ki, istər müğənnilər olsun, yəni musiqi aləmində, istər aktrisalar. Bəzi insanlar düşünür, arzu edir, çaba göstərir ki, mən bu sənətin dalınca gedim. Amma elə insanlar var ki, heç o əziyyəti çəkmirlər, o çabanı göstərmirlər. Sənət özü gəlir, onu tapır, onun həyatına girir və onu yönəldir. Mən elə gəlir ki, sizdə də eynidir. Sənət sizi seçdi. Sizə söyləyim ki, elə mən doğulandan səhnə üçün doğulmuşam. Elə uşaqlıq illər, elə adam var ki, deyir, mən sonradan fikirləşdim. Yox, mən elə doğulan zamandan deyirdim, mən aktrisa olacağam. Mənim ailəm, amma tam atamın xarakteri ağır olduğu üçün uşaq şıltaqlığı kimi baxırdılar. Amma səhnəyə, sənətə çox meylim, hörmətim, sevgim var idi. Amma o uzun söhbətdə ora gəlib danışmaq. Amma onu qeyd edeyim ki, mən öz sənəti sevsəm də, əgər mənim istedadım yoxdursa, nə olsun istedadı, nə olsun mən istəyirəm, istəməklə deyil. İstedad bir vergidir. Hər bir sahədə, əgər bu biri var ki, biznesdə çox belə, onun o vergidir ki, Allah ona verib. Bu da mənə bir vergidir. Sadəcə mən səhnədə püxtələşmişəm, universiteti oxumuşam, püxtələşmişəm. O bir vergidir. Əgər insanın öz canında olmasa, hay öyrət onu alınmayacaq. Öyrənməkləndir. Çox doğru. Onun üçün də mən elə, yəni Allah mənə bu vergini vermişdisə də, amma mən yenə də deyirəm, bayaqlar dedim, yad qızını oynayanda mən Jalə obrazını səhər ayaqla getdim. Əgər mən beynimdə belə qərar almışdım, əgər tamaşaçılar məni qəbul eləməsəydilər, sevməsəydilər, mən sənəti nə olsun mən sevirəm, tərk eləyəcəkdim. Beynimdə ikinci sənəti qoymuşdum, hüquq fakültəsinə girmək istəyəcəkdim. Arzuluyurdum ki, əgər alınmasa, sevməsələr, bugünün özündə də bir yerdə əgər məni sevməsələr, əgər arzu olunmazsa, o yerdə mən görünə bilmərəm. Çünki mən insan kimi də, əgər bu günləri mən hər nə gəldi çəkilərəm, mən görünmək xatirinə heç vaxt efirdə görünmürəm. Hər nə gəldi oynayaram ki, oradan mən pul alacağım. Pulu təbii ki, hamı sevir, mən də sevirəm. Amma mən insan kimi özümü daha çox sevirəm. Bir aktrisa kimi özümə daha çox hörmət eləyirəm. O mənada da elə bu uşaqlıqdan var idi bu xarakter. Fikirləşmişdim, əgər mən tamaşaçı qəbul eləməsə, nə olsun ki, mən istəyirəm. Mən sənəti tərk eləyib başqa sənətdə olacaqdım. Yəni, hər bir insan özü bacardığı işdə olsa daha yaxşı olar. Bəli, çox gözəl. Məlikə xanım, sizə belə bir sualım var. Hər bir insanın bir qırmızı cizgisi var. Yəni ki, öz daxili aləmində, öz dünyasında kiçik bir dövlətdir və özünün sərhədləri var. Təbii ki. Amma bəzi insanlar bizim o sərhədləri keçmək istəyirlər. Bəzən həyatda olur belələri. İcazəsiz keçmək istəyirlər. Belə insanlara qarşı ümumiyyətlə Məlikə xanım necə qərarlar alır? Əvvəllər çox pis təsirliyirdi. Mənə, bəlkə də mənim o kompleksli deyirlər indi, bəlkə də mən elə
əzəldən səhnəyə gələndən deyirsiniz, bayaq film. Dedim, yox, ona olmaz. Mən əslində heç o qədər məşhur deyildim. Yəni, özümə sərhədim var. Bəlkə də çox var, böyük sərhədim. Mən də insanam, mən də normal adamam, mən də deyib gülüb, əylənmək istəyərəm. Amma mən deyirəm, əgər mən aktrisayamsa, özümə fikir verməliyəm hər bir hərəkətimə, hər bir söz. Mənə deyirlər ki, çox kompleksim var. Deyirəm, yox, belə sual olmaz, belə olmaz. O qədər belələr var ki, amma bu indiki devirdə görürəm ki, daha çox belə lazım deyilmiş. Mənim sərhədim daha çoxdur və əvvəllər çox pis təsirli. Bir də görürsünüz ki, mənasız təbii dedikodulardır, çıxır, danışırlar. Amma sonralar deyir, o insan öyrəşir və mən heç bir vaxt əyilib o dedikodu eləyən adama, mənasız danışan, yazan insan, əgər normal adam olsa o yazmaz, danışmaz. İndi mən necə öz səviyyəmi endirim, ona cavab verim? Mən cavab vermirəm heç bir kəsə. Cavab vermirəm Allahın yolunda. Yəni Allah bilsin. Mən heç kimə yəni mənasız əgər yazı yazırsa, danışırsa, deyirsə, nə cavab verim ona? Mən özüm, onun üçün bəlkə itiriləsi heç nə yoxdur deyə danışır. Hər kəs öz prizmasından baxır. Amma mənim üçün itiriləsi çox şey var. Mənim içimdə ürəyim var, qəlbim var. Mən ikinci özümlə mən həmişə imtahan edirəm, özümlə danışıram. Mənə çox pis təsir edir. Mən indi enim ona yəni cavab verim. Mən də düşdüm, onu kim oldum. Olmaz, cavab vermirəm və mən çox insana da bunu məsləhət edirəm ki, danışır, hər kəs bilir də. O danışır, mən də cavab verim, biraz o da mənə cavab versin. Səviyyəmə uyğun görmürəm onu özümə. Ümumiyyətlə, həyat o qədər qısadır ki, mən belə düşünürəm. Yəni, bəzən düşünürdük ki, uzundur, amma qısadır sanki. Onu boş şeylər, ömür qısadır. Yəni, onu boş lazımsız fikirlərə, bəli. Balaca dünyadır, öz dünyamdır. O dünyamda mənim öz ailəmdir, sənətimdir. Gəzintilərimlə öz həyatımı, ömrüm nə bilirsən neçə il yaşayacaqsan. Doğrudur. Allah sənə verdiyi ömrü, öz ömrünü yaşa. Allah'a dualar elə. Yaxşılıq eləyə bilirsənsə elə. Eləyə bilmirsənsə heç kimin həyatına mənim ixtiyarım yoxdur müdaxilə eləyəm. Şəxsən mənə deyirlər, ay filan kəs belə elədi, filan kəs bu cürlə. Mən deyirəm, neynim? İndi o insan üçün özünə xoşdur. Mənim nə ixtiyarım var ona deyim ki, sən belə yaşama, belə yaşa. O üçün xoşdursa qoy yaşasın. O öz həyatını xoşbəxt hiss eləyir o cür yaşantısında. O cür geyimində xoşbəxt, qoy eləsin. Mən nə ixtiyarım var kiminsə həyatına müdaxilə eləyəm. Öz həyatımı mən yaşayıram. Çox doğrudur. Hər kəsin öz dünyası var və o dünyasında xoşbəxt olmağı bacarmalıdır hər bir insan. Və heç kim heç kimin həyatına müdaxilə edə bilməz. Bəli, ancaq pislik eləməsinlər. Bir də vətənlərinə xain çıxmasınlar. Ən önəmli, ən önəmlisi. Məlikə xanım, çox təşəkkür edirəm. Bu səmimi söhbətə görə. Çox xoş oldu, doğrudan da səmimi söhbət oldu. Bəli. Və bilindi ki, sizin suallarınızla siz də təhsil görmüş və televiziyanı bilmiş bir xanımsınız. Təşəkkür edirəm. Çox xoş oldu ki, doğru düzgün suallarla müraciət elədiniz və sənəti, tarixi çox yaxşı bilirsiniz. Təşəkkür edirəm. Sağ olun, televiziyanıza da təşəkkür edirəm. Biz təşəkkür edirik zaman ayırıb gəldiyiniz üçün, bu gözəl səmimi söhbət üçün. Hər zaman belə qalın. Gözəl, öz dünyasında xoşbəxt olan ən önəmlisi o qəlbində olan ruhunla beyninin tarazlığını qoruyub saxlaya bilmək insanlarda. Bunu saxlaya bilən insanlar hər zaman xoşbəxtliyi də tapırlar, kiçik şeylərdə olsa belə. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Əziz tamaşaçılar, bununla da bugünkü verilişimizin sonuna gəldik. Bir daha xatırladıram ki, bizim qonağımız, bizim gözəl aktrisamız, Respublikanın xalq artisti Məlikə Əsədova idi. Sağ olun, gələn görüşlərə qədər.